Salam mənim əziz dəyərli YouTube izləyicilərim, hamınızı xoş gördük. Bugün sizlər üçün həm maraqlı, həm də sadə bir tortun hazırlanmağını göstərəcəm. Odur ki, həmişəki kimi yeni izləyicilərimə sözüm odur ki, videonu qabağa vermədən sona kimi həm də mənim danışıqlarıma diqqətlə qulaq asın ki, video sizlər üçün faydalı olsun. Tortumuz həmişəki kimi qaymaqlı kremdir və qaymaqlı kremin hazırlanması və sizlərə bu haqda sizin suallarınız var. Suallarınıza çalışacağım bu videoda da cavab verim. Və biskvitin kvadrat ən çox verilən suallardan biridir. Kvadrat biskvitin ölçüsü və diametri və resepti. Bunun hazırlanmağı reseptini də videonun altında linkdə yerləşdirəcəm. İstəyənlər girib oradan baxarlar. Ölçü diametri isə 600 qramlıq paxlava listinin ölçüsüdür. O qabı olmayanlar da istəyənlər bütün şirniyyat satılan malzemə dükanlarından ala bilərlər. Və tortumuzun kvadrat tortunun sıvanmasında çətinlik çəkən izləyicilərim və tezə torta başlayanlar diqqətlə bu nüanslara, tin çıxartmalara diqqətlə baxsınlar və orada qalan əyrilikləri sona kimi necə apardıqlarını da siz diqqətlə baxsınız və tortlarınızı bəzəyəndə, sıvıyanda bir dəfə, iki dəfə, üçüncündə yavaş-yavaş sizdə də bu sıvanma dəqiq alınacaq. Ona görə sadəcə bütün videoya baxanda qabağa vermədən baxın. Çünki keçən videolarda da görürəm, mən o haqda danışıram və ya elədiyim şeyi göstərirəm. Video baxmadan məndən soruşurlar ki, bunu necə etdiniz? Ona görə də o cür suallar olanda mən suallara cavab vermirəm. Heç kim məndən inciməsin, çünki mən burada əziyyət çəkirəm, video çəkib paylaşıram, danışıram. Və sırası hazırsa, onun üçün də o cür insanlardan xahişim odur ki, videoya sona kimi baxsınlar. Yəni göstərdiyim şeyi yenidən soruşanda məndən kimsə, mən çox pis oluram. Çünki insanın əziyyətini itirirlər. Və tortumuzun əsas sıvanma nöqtələrindən birində indi sizə göstərirəm. Hər üzünü hamarlayanda bıçağı mütləq şəkildə təmizləmək şərtdir. Ağzında olan kremi yığmaq lazımdır ki, keçən videoda bir sual gəlmişdir ki, qaymaqlı krem niyə köpüklənir? Yəni, düzləşdirəndə belə çətinliklər çəkirəm. Və görürsünüz, mənim əlimdə salfetka var. Və bıçağı bacardığım qədər hər dəfə təmizləyirəm ki, üzünü çəkəndə o köpüklər, o əyriliklər yaranmasın. Və qaymaqlı kremin hazırlanması da 3 cür qaymaqlı kremin hazırlanması var kanalımda. Pratoz, Hopla, onlara baxa bilərsiniz. Orada da qaymaqlı kremin düzgün şəkildə hazırlanmağını danışıb, başa salmışam. Və orada köpüklərin yatmağı, necə, nə etmək lazımdır ki, hamısı ideal qaymağın hazırlanmağını mən sizlərə çəkib paylaşmışam. Onun linkini də videonun altında paylaşacağım. İstəyənlər girib baxa bilərlər. Və tortumuzun bəzəymək hissəsinə keçirik. Və gördüyümüz kimi üzərlərlə kant hissələrini, kantlarını bu cür zər ləçəkləri ilə bu formada sakit, səliqəli şəkildə qıraqlarına yapışdırırıq. İndi bəzi insanlar var ki, publikaya işləyənlər güyəmi işləyəcək, niyə əlcək yazar. Bu cür, bu işdə olanlar və bu sahədə olanlar bilir ki, elə şeylər var ki, onları əlcəklə işləmək mümkün olmur. Məsələn, bu şeyləri, bu cür bəzəklərdə başım tort işində əlcəklə işləmək %90% alınmır. Çünki şirədir, yapışır əlcək bir-birinə. Ondansa 3 dəqiqədən bir, 2 dəqiqədən bir onsuz tortda işləyənlər məcburdur əlini yumağa.
Çünki adamın əli yapışqan olanda, şir olanda işləyə bilmir. Onun üçün əlcəklə işləyib iyrəncə hala salmaqdansa, əlcəksiz işləyib 2-3 dəqiqədən bir insan əlini yuyanda, o ondan 100 dəfə daha təmiz və səliqəli olur. Və tortun dekoru qırma dekordur, gördüyünüz kimi. Çox asan bir dekordur. İstənilən Efes, Elit qarışqalarını əridirsiniz. Əldən də bir kağız və ya yağlı kağızın üzərinə töküb tort bıçağınızla yayırsınız. İstəyənlər fərqli dekorlar da verə bilər. Qoz qırıntıları mən vurmuşam. İstəyənlər ağ şokolad ziqzadını da atıb və s. Öz zövqdən asılıdır şey. Və tortumuzun müştərinin isteği ilə əsasən sadə qalmağını istəmişdi. Və o cürdə sadə tortumuzu bəzəyirik və sizin keçən videodan suallarınızda bir ikisini bacardığım qədər bu videoda da cavablandırdım. İnanıram ki, sizə faydalı oldu və yeni izləyicilərlə də xahişim odur ki, videonu bəyənək və abunə olaq. Bildirişləri açıq qoyaq ki, yeni videolar olanda sizə də bildirişlər gəlsin və bu cür tortların bəzəyini və danışığımı çox insanlar tanıyıram və keçən şəhərlərdə çox insanlardan görürəm ki, mənim videolarıma baxa-baxa tort işində işləyirlər. Yavaş-yavaş evdə başlayıblar. Bir neçə şəhər keçən dəfə gördüm ki, illər əvvəl deyir sizin videolarınıza baxa-baxa evdə sifariş götürdüm. Deyir ki, artıq tort sahəsində professional sahədə işləyirəm. Və o şəhəri görəndə şəxsən mən çox sevindim. Və əsas insanın isteğindən asılıdır. Tortumuzun yazısı da çox gözəldir. Səninlə qocalmaq. Və tortun yazısı haqqında, jilenin hazırlanması haqqında bilirəm suallarınız olacaq. Tortumuzun yazısı əlimdəki jeli sadə jiledir. Sadə jilenin içinə toz zər qatmışam və bu formada rəng alınıb. Və yazı yazanda ümumiyyətlə torbanın ağzını çox az kəsin. Nə qədər az kəssəz, o qədər yazından səliqəli çıxacaq. Və sonsuz boş qalan yerlərdə istəyənlər zövqə görə başqa cürdə bəzəyə bilərlər. Mən əsasən boş qalan yeri sonsuzluq işarəsindən tamamladım. İstəyənlər məsəl üçün ürəyi də bəzəyə bilər və ya başqa zorlar da gedib boşluqları bu formada doldura bilərlər. Və yazımızın, tortumuzun sonuna yavaş-yavaş gəldik, çatdıq dostlar. Və videom sizlər üçün faydalı oldusa, videomu bəyənib abunə olmağı unutmayın. Hələlik Allah amanında.